Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Hollandiyada 3-cü kursda təhsil alır. Belə bir məlumat daxil oldu Ajans AZA və biz sorğu verdik Kənd Təsərrüfatı Nazirinə. Qarşı tərəfin cavabını sizə qeyd eləyəcəyik. Məlumatımız bundan ibarətdir ki, Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Hollandiyada Wageningen University and Research İnstitutu belə bir təhsil ocağı var. Orada təhsil alır və qeyd eləmək istəyirəm ki, adını çəkdiyim universitet bu universitet həm də araşdırma institutudur və kənd təsərrüfatı meşəçilik sahəsində dünyada birinci yerdə gedir. Və Kənd Təsərrüfatı Nazirimizin burada təhsil alması xəbərinin nə qədər doğru olub-olmadığını yoxlamaq üçün biz sayta müraciət elədik və saytda, rəsmi saytlarda da bu barədə məlumat əldə etdik. Hətta 2024-cü ildə Hollandiyaya səfər eləyən nazirimiz bu barədə məlumat verib ki, məhz o institutla və digər istiqamətlərdə tanışlıq həyata keçirib. Qeyd edeyim ki, nazir Azərbaycan İqtisad Universitetində təhsil alıb, ondan sonra Pakistanda təhsil alıb, LUMS deyilən bir universitetdə və hətta həmin universitetin belə rəsmi səhifəsində qeyd olunur ki, Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov hazırda Hollandiyada Wageningen University and Research bu institutda təhsilini davam elətdirir və ona uğurlar arzu edir. Qarşı tərəf nə dedi? Biz Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə məlumat göndərdik, sorğu verdik və sorğuya cavab olaraq bildirdilər ki, hazırda nazir Hollandiyada təhsil almır. Suallarımız çox idi. Biri bundan ibarət idi ki, ümumiyyətlə bugünə qədər nazir Hollandiyada məhz onlayn, yəni distant təhsil alıb, yoxsa icazə alıb, gedib orada dərslərdə iştirak edib. Bu suala cavab verən olmadı. Bir sualımız da bundan ibarət idi ki, ümumiyyətlə Kənd Təsərrüfatı Nazirinin vəzifədə olduğu, bu gərgin iş rejimində olduğu dönəmdə Hollandiyada təhsil alma zəruriyyəti və yaxud da ki, məcburiyyəti nədən yaranıbdır? Bununla bağlı da sualımız cavabsız qaldı və xüsusi olaraq da vurğulamaq istəyirəm ki, bu Ajans AZın özəl xəbəri idi.